Prezident İlham Əliyevin müsahibəsi çox önəmli məqamlarla zəngin idi. Qeyd etdik, bəzilərini danışdıq, beynəlxalq münasibətlərdəki yeni bir eradan danışdıq. Gücün artıq söz sahibi olduğundan danışdıq. Çünki yeni erada elə dövlət başçısına qeyd etdiyi kimi hüquq işləmir, artıq güc işləyir. Digər tərəfdən Ermənistanla münasibətlərimizdə neft tədarükü məsələsi bir çox məhdudiyyətlərin Azərbaycanın ilkin addım ataraq aradan qaldırılması məsələsi ilə bağlı danışdıq. İndi isə əlbəttə neft qiymətləri məsələsinə toxunmuşdur. Dövlət başçısı İranla münasibətlərlə əlaqədar daha geniş şəkildə danışmağa ehtiyac var. Bu mənada digər bir canlı bağlantımız da olacaq. Hazırda bizlə bağlantıda isə siyasi şərhçi Əhməd Şahidov var. Əhməd bəy, xoş gördük sizi. Prezident İlham Əliyevin Euronews kanalına müsahibəsini siz də dinlədiniz, eşitdiniz. Çox önəmli məqamlara toxunuldu, mesajlar ötürüldü. Avropaya mesajlar var idi, İrana mesajlar var idi. Ermənistanla sülh gündəlik istiqamətinə atılan addımlardan danışdı dövlət başçısı. Neft qiymətlərindən əlaqəsi, yəni neft qiymətlərinə dünyada baş verən proseslərin təsiri ilə əlaqədarda olaraq qeyd etdi. Dedi ki, Venezuelada baş verən məsələlər, Şərqi Avropa cəbhəsindəki müharibələr Azərbaycan neftinin qiymətinə təsir göstərmir və Azərbaycan nefti hazırda 16 ölkəyə tədarük edilir və onlardan 10 isə Avropa İttifaqının üzvü olan ölkələrdir. Bu mənada Avropa bazarının isə böyük və önəmli bazar olduğunu qeyd etdi. Avropada Azərbaycan neftinə olan marağı bilirik və bugünkü görüşlər, Davosdakı açıqlamalar, Prezident İlham Əliyevlə xarici önəmli şirkətlərin rəhbərlərinin də təmasları daha başqa hansı ölkələrə neft və qaz tədarükü ilə bağlı yeni xəbərləri gətirəcək bizə? Bəli, Nurana xanım, mən də ARB24 izləyicilərini salamlayıram. Təbii ki, Azərbaycan Respublikası neft və qazla zəngin bir ölkədir və artıq Avropanın 16 ölkəsinə Azərbaycan neft ixrac edir ki, bunun 10-u Avropa İttifaqının üzvüdür və dünyada baş verən siyasi proseslərin neftə təsiri bizim üçün önəmli məsələdir. Azərbaycan bu baxımdan enerji təhlükəsizliyi, enerji bazarlarındakı qiymət baxımından bu prosesləri yaxından izləyir və xüsusən də Ukrayna-Rusiya müharibəsi aktiv fazaya daxil olduqdan sonra Avropa özünün Rusiya neftindən, qazından asıllığını minimum endirmək üçün ki, alternativ bazarlara üst tutdu. Bu alternativ bazarlar içərisində ən optimal, ən sərfəli bazar təbii ki, Azərbaycan idi. Bu baxımdan xatırlayırsınız, hələ 3-4 il bundan öncə Avropa ölkələrinin liderləri, Avropa İttifaqının rəhbər şəxsləri Azərbaycana bir-birinin ardınca səfərlər edirdilər, Azərbaycan qazının alınması istiqamətində. Bu baxımdan Azərbaycan bugün Qərbin, Avropanın ən etibarlı enerji təchizatçısı olan bir ölkədir və bizim üçün də Avropa bazarı digər ölkələrə nisbətən premium bir bazardır. Həm qiymət baxımından, həm bazar baxımından Azərbaycan üçün önəmlidir. Amma Azərbaycan təkcə Avropa ölkələrinə neft ixrac eləmir. Biz bugün Gürcüstana, hətta 35 ildir ki, 35 ildən artıq bir müddətdə düşmən münasibətdə olduğumuz bugün sülh prosesində olan Ermənistana da neft məhsulları ixrac edirik. Biz yaxın şərqdə İsrailə və artıq yeni bir neçə aydır ki, Suriyaya da neft ixrac edirik. Bu baxımdan Azərbaycan dünyada baş verən bütün bu prosesləri, bu proseslərin sülhə, stabilliyə və enerji təchizatına, neft və qaz məhsullarının qiymətinə təsirini yaxından istəyir. Və onu da demək istəyirəm ki, Azərbaycan kiçik bir ölkə olsa da dünya enerji bazarında böyük bir təcrübəsi olan ölkədir. Elə 90-cı illərin əvvəllərində, xüsusən də 94-cü ildə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu o əsrin kontraktı Azərbaycana enerji sahəsində neft qaz məhsullarının istehsalı, istehlakı və xaricə ixrac edilməsi istiqamətində böyük təcrübə qazandırdı. Bugün Azərbaycanın boru kəmərləri dünyada ən keyfiyyətli boru kəmərləri və stabil təhlükəsizlik baxımından ən etibarlı təchizat vasitəsi sayılır. Bu baxımdan Azərbaycanın enerji təchizatçısı kimi Avropada çox ciddi qəbul olunur və Davosda da bugün ölkə başçısı cənab İlham Əliyevin keçirdiyi görüşlərin mahiyyətinə baxsaq, əsasən enerji, bank, iqtisadi qurumların rəhbərləridir ki, bu Avropanın Azərbaycan üçün əhəmiyyəti və Azərbaycanın xarici siyasətində prioritet konturları bir daha göstərir. Yəni bu baxımdan Azərbaycan
bütün dünyada, xüsusən də neft ixrac edən ölkələrdə, Venezuelada, yaxın şərq ölkələrində və İranda baş verən prosesləri həm də enerji təchizatı, neftin qiymətinin artması baxımından da yaxından izləyir. Amma təbii ki, ümumi yanaşsaq, ölkə başçısı da Euronewsa müsahibəsində bildirdi ki, biz bütün dünyada stabilliyin, sülhün, firavanlığın olmasını arzulayırıq. Çünki özümüz 35 ildən artıqdır ki, müharibə dövrünü keçmişik. Biz qırğınların, qətliamın, soyqırımın nə olduğunu çox yaxşı bilirik. Buna məruz qalmışıq. Qaçqın axınının nə olduğunu çox yaxşı bilirik. 1 milyon qaçqınımız olub. Bu baxımdan bugün qonşuluğumuzda fərqi yoxdur. İran olsun, Gürcüstan, Rusiya, Ermənistan, bütün ölkələrin stabil sülh şəraitini yaşamasını istəyirik. Çünki istər-istəməz bu münaqişələrin mümkün eskalasiyanın bizə də bir təsiri olacaq və konkret olaraq İran ətrafında bugün baş verən proseslər, İrandakı daxili toqquşmalar, həbslər, qan tökülməsi təbii ki, Azərbaycanda narahatlıqla izlənir. Biz istəyirik ki, ilk növbədə qonşu ölkəmiz olan İran İslam Respublikasında hər şey stabil olsun, sülh olsun, firavanlıq olsun. Orada bizim 40 milyon soydaşımız yaşayır, tarixi əlaqələrimiz var və olası bir eskalasiyada, Allah qorusun, hansısa bir hərbi müdaxilədə, müharibədə təbii ki, bizim sərhədlərimizə yüz minlərlə, bir milyonlarla fərq etməz, Türk olsun, Fars olsun, yəni İranlı axışacaq, onların bir qismi Azərbaycana pənah tutacaq, digər bir qismi Azərbaycandan keçməklə digər ölkələrə, Rusiyaya üst tutacaqlar. Bu Azərbaycana təbii ki, negativ təsir göstərəcək. Bu eyni zamanda İran zəngin bir neft ölkəsidir. İranda baş verən hər hansı bir xaos, vətəndaş müharibəsi və ya geniş miqyaslı müharibə təbii ki, dünya neft bazarında qiymətləri də təsir göstərəcək. Hələ ki, təsiri yoxdur. Hələ ki, vəziyyət stabildir. Azərbaycan neftinin qiymətində ciddi bir eniş və ya dəyişiklik yoxdur. Bu baxımdan qənaətbəxşdir. Amma İranda bir müharibə təbii ki, Azərbaycana həm sosial, humanitar, həm də enerji, iqtisadi baxımından ciddi təsirləri ola bilər ki, Azərbaycan bunu arzulamır. Bu baxımdan İranda baş verən prosesləri böyük narahatlıqla izləyirik və qonşuluğumuzda olan bütün ölkələrin sülh, stabillik, firavanlıq içərisində yaşamasını arzulayırıq. Amma ümumi mənada təbii ki, bəli. Digər tərəfdən Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı fikirləri də önəmlidir. Qeyd etdi ki, Azərbaycana qarşı həm Avropa Parlamenti, həm də Avropa Şurası Parlament Assambleyasının iki tərəfli, yəni ikisi standartlı və qərəzli münasibəti var və ümid eləyirik ki, bu münasibətdən geri çəkiləcəklər, ümid eləyirik ki, götür-qoy eləyəcəklər, nəzərdən keçirəcəklər dedi. Bir mesaj da ötürüldü Avropa Parlamentinə. Siz də dəfələrlə bu məsələlərə yaxından şahid olan bir şəxs kimi istəyirəm ki, bunu da təhlil eləyəsiniz. Bir 2-3 dəqiqə vaxtımız var. Qısa bir cavab istəyəcəm sizdən. Avropa Parlamenti Azərbaycana münasibətini yenidən nəzərdən keçəcək mi? Ən azından 2026-cı il üçün bunu necə qiymətləndirə bilərik? Ümumiyyətlə, Qərb institutları, xüsusən də Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası son 30 ildir ki, Azərbaycan-Ermənistan münaqişəsinə hər zaman tək tərəfli yanaşıb, qərəzli yanaşıb, heç bir halda Azərbaycanın haqlı mövqeyini, beynəlxalq hüququ nəzərə almayıb. Xüsusən də Avropa Parlamenti, Brüssel hər zaman bu münaqişədə Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlarını görməzdən gəlib və qərəzli münasibət bəsləyib. Bugün də bu münasibət göz önündədir. Bir ay bundan əvvəl, 2 ay bundan əvvəl Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi var idi. Tam şəkildə qərəzli və Cənubi Qafqazda yaranmış yeni sülh situasiyasını görməzdən gələn bir qətnamə idi. Bu baxımdan Avropa Parlamenti artıq biz Avropa Parlamentinin üzvü deyilik. Yəni Avropa Parlamentinin verəcəyi hər hansı bir qərar, xüsusən də bugünkü reallıqda artıq 6 ildir ki, müharibə bitib, sülh gündəliyi aktiv şəkildə irəliləyir. Avropa Parlamentinin verəcəyi hər hansı bir qətnamə bizi artıq maraqlandırmır. Çünki biz bu qurumun üzvü deyilik. O ki, qaldı Avropa Şurası Parlament Assambleyasının gələn həftə ayın 26-sında qış sessiyası başlayır. Azərbaycan bilirsiniz ki, artıq 2 ildir ki, bu Aşbada öz fəaliyyətini dondurub. Az öncə nümayəndə heyətimizdən rəhbəri Səməd Seyidov da çıxış eləyirdi. Azərbaycana yönəlik qərəzli qətnamələr səbəbindən Azərbaycan Aşbadakı fəaliyyətini dondurub. Amma Azərbaycan Prezidenti
cənab İlham Əliyev Aşpanın baş katibi ilə bir neçə ay bundan əvvəl görüşündə də bu məsələni diqqətə çatdırdı ki, artıq Azərbaycan-Ermənistan arasında sülh prosesi var, regionda yeni situasiya yaranıb. Düşünürük ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanla bağlı mövqeyinə yenidən baxacaq və Azərbaycana yönəlik o qərəzli çıxışları, qətnamələri geri çəkəcək və Azərbaycan da bundan sonra Aşpadakı fəaliyyətini bərpa edə biləcək. Azərbaycan Aşpanın tam hüquqlu üzvüdür, çıxarılmayıb. Sadəcə bu qərəzli yanaşmalara görə Azərbaycan Aşpadakı fəaliyyətini dayandırıb. Ümid edirik ki, bu yanvarın 26-sı gələn həftə qış sessiyası zamanı Azərbaycanla bağlı müəyyən müsbət addımlar atılacaq. Çünki Azərbaycanın 30 ildir üzləşdiyi o ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı probleminə ikili standartlardan yanaşan Avropanın özü bugün ərazi bütövlüyü, suverenlik təhlükəsi ilə üz-üzədir. Baxın, bugün Danimarka, Qrenlandiyanı itirmək təhlükəsi ilə üz-üzədir. Bugün Ukraynanın ərazi bütövlüyü, suverenliyi tamamən itirilib deyə bilərik və Avropa artıq ölkələrin ərazi bütövlüyü, Helsinki aktı və sərhədlərin toxunulmazlıq məsələsini ciddi şəkildə qabardı. Halbuki Azərbaycan 30 ildir ki, bu məsələni gündəmə çəkirdi, bunu görməzdən gəlirdi. Həm Avropa Parlamenti, həm Avropa Şurası Parlament Assambleyası. Çox sağ olun Əhməd bəy. Təşəkkür edirik önəmli dəyərləndirmələriniz üçün. Minnətdarıq. Geniş şəkildə Prezident İlham Əliyevin Euronews telekanalına müsahibəsi ilə bağlı danışdıq. Bir çox önəmli məsələlərə toxunmuşdu. Dövlət başçısı mesajları var idi. Həm Avropaya, həm İrana, eyni zamanda neft qiymətləri ilə bağlı da bir çox məsələ ilə əlaqədar danışmışdı dövlət başçısı. Geniş şəkildə biz də təhlil etdik dəyərli izləyicilər. İndi bir digər araşdırmamız var.